Riyaziyyat müsabiqəsinin finalında düşmüş belə bir sualın həllinə baxaq. ABC sıfırdan böyük müxtəlif rəqəmlərdir. Belə bir bərabərlik verilib. Bunu ödəyən ən böyük ABC ədədi soruşulur. İlk öncə gəlin verilən kəsirdə surəti sadələşdirək. Bilirik ki, ABC ədədi 100A üstə gəlinsin 10B üstə gəlinsin C şəklində yazılır. BC ədədi də 100B üstə gəl 10C üstə gəl A şəklində yazılır. CAB ədədi də 100C üstə gəl 10A üstə gəl B şəklində yazılır. Bərabər 100A, 10A və A-nı toplasaq 111A əldə edərik. Uyğun olaraq B-ləri də toplayanda 111B, C-ləri də toplayanda 111C əmələ gəlir. Burada 111 mötərizə xaricinə çıxarsaq 111 vurulsun A üstə gəl B üstə gəl C alarıq. İndi məxrəcin qiymətini hesablamağa çalışaq. AB-miz 10A üstə gəl B şəklində yazılır. BA-mız da 10B üstə gəl A şəklində yazılır. Bu da 11A üstə gəlinsin 11B-yə bərabərdir. Burada 11-i mötərizə xaricinə çıxarsaq 11 vurulsun A üstə gəl B alarıq. İndi aldığımız ədədləri sürət və məxrəcin yerinə qoyub bərabərliyi yenidən yazaq. Burada 37-ni 37 bölünsün 1 şəklində yazım və tənasübün xassəsindən istifadə edim. O zaman alaram 111 vurulsun A üstə gəl B üstə gəl C bərabər 11 vurulsun 37 vurulsun A üstə gəl B. Bilirik ki, 111-imiz 3 vurulsun 37-yə bərabərdir. Onda mən bərabərliyin hər iki tərəfin 37-yə bölsəm, bunlar gedər. 3 vurulsun A üstə gəl B üstə gəl C bərabər 11 vurulsun A üstə gəl B. Açaq bunları 3A üstə gəl 3B üstə gəl 3C bərabər 11A üstə gəl 11B. 3A-nı digər tərəfə atsam, burada qalacaq 8A. 3B-ni də digər tərəfə atsam, burada qalacaq 8B bərabər 3C-yə. Burada da aydın məsələdir ki, 3C bərabər 8 vurulsun A üstə gəl B olduğuna görə 3C-miz 8-ə tam bölünməlidir. 3 8-ə bölünmədiyinə görə, demək C-miz 8-ə tam bölünəcək. C-miz 8-ə tam bölünəcək və rəqəmdirsə, o zaman yeganə hal qalır ki, C-miz 8-ə bərabər olsun. C 8 olanda da 24 olur 3C-miz, 3 vur 8 bərabər 8 vurulsun A üstə gəl B. Buradan da A üstə gəl B-miz 3-ə bərabər olur. Bizdən ən böyük ABC ədədi soruşulur. ABC-nin ən böyük olması üçün ilk öncə A-mız mümkün qədər daha böyük olmalıdır. B-miz 0 ola bilməyəcəyinə görə maksimum A-mız 2 olacaq, B-miz də 1 olacaq. C-miz də onsuz 8 idi. O zaman bizim düzgün cavabımız 218 olacaq.